Salam əziz izləyicilər, mən Günay Həsənova. Bugün sizə 30 noyabr tarixində kursumuzda keçirilmiş Azərbaycan dili suallarını izah edəcəyəm, yəni sınağın suallarını izah edəcəyəm. Demək, birinci sualımızda reabilitasiya sözündədir ki, vurğu neçənci hecanın üzərinə düşür? Qaydamıza əsasən dedik ki, iya vurğu qəbul etmir. İyadan əvvələ tanın üzərinə düşəcək. 1, 2, 3, 4, 5-ci hecanın üzərinə. Bir sait, bir hecadır. Hakim sual. Hansı cərgədəki sözlərin hər ikisinin yazılışı düzgün göstərilib? Fakültə layihə. Layihə düzgün göstərilibdir. Amma fakültə düzgün göstərilməyib. Çünki u yox, ü olmalıdır. Ona görə A variantını götürməyəcəm. Məşhur düzdür. Tövsiyə bir y iləndir. Ona görə götürməyəcəm. Tərbiyə bir y ilə yazılır. Ona görə C variantı da olmaz. Bugünkü bitişikdir, düzdür. Təzyiq də düzdür. D variantıdır cavabımız. Boykot yox, boykotdur. 3. Hərçənd ki, öz başına hərəkət etmisən, ancaq qəhrəmanlığına görə səni bağışladım. Hansı köməkçilik hissələri işlənmişdir? Demək, hərçənd ki, olacaqdır bağlayıcı, hərçənd ki, bağlayıcıdır. Və ancaq bağlayıcı qəhrəmanlığına görə bu isə qoşmadır. Demək, bağlayıcı ilə qoşma işlənib cümləmizdə. Düzgün cavabımız E variantıdır 3-də. Dördüncü sualda isə sözlərdən biri düzəltmə sifət deyil. Qarışıb olub qarışıq, uçub olub uçuq, sınıq olub sınıq, açıq olub açıq, amma D variantında ardan arıq olmaz. Arıq sadədir. D variantıdır, düzəltmə sifət deyil. 5. Amonim kimi işlətmək olar. Baş göz. Dedik ki, insanın bədən üzvlərinə aid olan sözlər çox mənalıdır. Ona görə birləri siləcəm. Dolu və bulud. Dolu yağdı. Bir də deyirəm ki, dolu qap. Dedik ki, amonimlər həm eyni, həm müxtəlif nitq hissəsinə aid olur və həqiqi mənada olur. Dolu iki dəfə cümlədə işlətdik, müxtəlif nitq hissəsi kimi. Bulud bir boş qap buludu, bir də ki, göydəki bulud amonimdir. İkini götürəcəm demək. Sonra baxaq 3-ə. Ayaq çox mənalıdır. İnsanın ayağı, kəndin ayağı. İtirmək, məsəl üçün deyirəm ki, dostunu itirmək. Məcazilik varsa çox mənalıdır. Bir də cavabımızın 4-dür. Yad özgə mənasında. Bir də yad insanın yaddaşı. Divan şeir külliyatıdır. Bir də ki əşya. 2 və 4. Düzgün cavabımız B-dir. 6. Uyğunluğu müəyyən edək. Uzaqlaşdıralım. Komissiya müəssisədə texniki nasazlıqla bağlı yerində baxış keçirir və nəticəni sənədləşdirir. Demək, biri olacaqdır akt. Baxaq ikinci suala. İşçi xəstə anasını həkimə aparacağı üçün müdiriyyətdən icazə istəyir və ərizə yazmalıdır. Demək, olacaqdır D. Əməkdaş işə gəlmədiyi üçün səbəbini izah edən işgüzar sənəd yazır, izahatdır. C. İclasda iştirak edən şəxslərin fikirləri qəbul edilən qərarlar yazılı şəkildə qeydə alınır. Fikirləri və qəbul edilən qərarlar yazılı şəkildə qeydə alınırsa, bu olacaqdır protokol. 5-də isə struktur bölmənin illik fəaliyyəti barədə nəticələr toplanaraq rəhbərliyə təqdim olunur. Bu da hesabatdır. Demək, A olacaq burada. Demək, 1-ə Y, 2-yə D, 3-ə C, 4B, 5A düzgün cavabımız B variantıdır. Baxaq 7-ci suala. Hansı saylar düzəltmədir? Minlərlə düzəltmədi, birlik isimdə, ona görə götürməyəcəm. Çoxdankı sifətdə, ona görə götürməyəcəm. 11-ci mürəkkəbdir. 9 sadədir. Cavab edir. Birinci və yüzlərcə düzəltmədir. Baxaq 8-ci sualımıza. O bizim imtahanlarımızın nəticəsini maraqla izləyirdi. Tamamlıq nə ilə ifadə olunmuşdu, deyir. Nəyi maraqla izlər? İmtahanlarımızın nəticəsini, 3-cü növ təyinli söz birləşməsidir və tamamlıq. Demək, 3-cü növ təyinli söz birləşmələrini biz sintaktik təhlil edəndə ayırmırıq.
Cahandar Ağa irəliyə su qovşana doğru atını çapdı. Demək 2022-nin bir qəbuludur və 2024-də də təkrar, şu 25-də də təkrar düşən sualdır. Elə suallar tez-tez düşür. Demək əlavə ilə bağlıdır. Haraya irəliyə, haraya su qovşana doğru yer zərfinin əlavəsidir. Əlavə ikinci tərəfdə olur. Yəni özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirir. Baxaq 10-cu suala. Əvəzlikləri haqqında hansı fikirlər səhv verilmişdir? O bizim hamımızın həyəcanını harayır. Bir də axı kim yanar ona bizdən savayı. Demək bizdən nə istəyir? Səhv fikirlər istəyir. Bizim əvəzliyi mənsubi şəkilçisi qəbul edir. Xeyr. Çünki baxın bir dəqiqə səhv fikirləri istəyir. Bizim əvəzliyi mənsubi şəkilçisi qəbul edir. Baxaq. O bizim hamımızın demək dedik ki, şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilmir. Ona görə bir səhvdir. Qeyri-müəyyən əvəzlik həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul edir. Baxaq, tapaq qeyri-müəyyən əvəzliyi. Hamımız, hamımızın. Bəli, 2 düzdür, 2-ləri də silin. Cavabımın biri 1-dirsə, onda biri də olacaqdı 4. Birinci şəxs əvəzliyi adlıq və çıxışlıq hallarda işlənib. Yoxdur çıxışlıq halda olan. Cavabımız demək 1-4-dür. Və sual əvəzliyi mübtədə vəzifəsində işlənibdir. Baxaq bir dənə sual əvəzliyinə. O bizim hamımızın həyəcanı harayır. Bir də axı kim? Sual əvəzliyi mübtədə vəzifəsində işlənmişdir. Bu da düzdür, bəli. Kim mübtədə vəzifəsində işlənibdir burada. Baxaq 11-ə. Dedik ki, ev, maşın, həyət, hər yer bəzədilmişdir. Ümumiləşdirici söz həmcinslərdən əvvəl də gələ bilər, sonra da gələ bilər. Demək, ümumiləşdirici söz həmcinslərdən əvvəl gəlirsə qoşa nöqtə. Ümumiləşdirici söz həmcinslərdən əvvəl gəlir, sonra gəlirsə, demək, həmcinslərdən əvvəl gəlirsə qoşa nöqtə, həmcinslərdən sonra gəlirsə özündən əvvəl tirə olacaq. Burada da ümumiləşdirici söz həmcinslərdən sonra gəlibdir. Ona görə ev, vergül, maşın, vergül, 2 vergül, həyat, hər yer özündən əvvəl tire. Çünki ümumiləşdirici sözdür hər yer. Həmcinslərdən sonra gəlib özündən əvvəl tire olacaq. 2 vergül 1 tire C variantındadır. Fonetik normanın pozulduğu cümləni seçin. Onun yaxınlarda əkiz uşaqları olmuşdu, yoxdur. Nanəcib insanların artması yaxşı əlamət deyil. Fonetik norma soruşurdu ya bizdən, yazılış axtarmalıyıq. Yazılışda səhvə yol verər və yaxud da durğu işarəsini buraxar. Bugünkü iclasda ilin nəticələrinə də toxunuldu və bugünkü sözü bitişi yazılmalıdır. Bitişi yazılmalıdır deyə burada da ayrı yazılıb. Fonetik norma pozulub. 13. Hansı cümlələrdə mənsubiyyət şəkilçili isim işlənmişdir? Xınalıq kəndinin cəmaatı. Kəndin cəmaatı, kəndinin cəmaatı bir mənsubiyyət istəyir bizdən. Artıq kəndə yeni yol çəkilirdi. 2-də yoxdur mənsubiyyət. Yolun çəkilişi yiyəlikdir. Buradakı idə mənsubiyyətdir. 3-ü götürəcəyik. Doğma yurdumuz, bizim yurdumuz mənsubiyyət var. 4-ü götürəcəm. 1, 3, 4-dür cavabım. Və yəqin ki 1, 3, 5 götürənlər də var. Kəndin təcrübəli gəncləri, kəndin gəncləri biri götürmüsünüz. İn yiyəlikdir, i mənsubiyyətdir. Amma gənc sifətdir. Bizdən də isim istəyirdi şərtdə. Ona görə 5-i götürməyik. Əslində 5-də də mənsubiyyət var. Amma sifətdir deyə götürmədim. İsim istəyirdi məndən. Ona görə cavabımız E. Sonra 14. Otağın pəncərəsindən süzülüb düşən sarımtıl işıq zolaqları qəbələrin üstündə çarpazlaşıb titrəşdi. Dil cümləsi ilə bağlı doğru fikirləri müəyyən edin. Təsriflənən feil quruluşca düzəltməlidir. Baxaq təsriflənən feil axtaraq. Otağın pəncərəsindən süzülüb düşən sarımtıl işıq zolaqları üstündə çarpazlaşıb titrəyib olub titreşmək. Bizdən doğru fikirlər istəyir. İsimlərdən biri təsirli haldadır. Sifət çoxaltma dərəcəsində işlənibdir. Sarımtıl azaltmadır. Və 3-ü siləcəm.
Üçləri silək. Üçləri siləndə iki variantımız qaldı. 1, 5 və 2, 4, 5. Fe'l quruluşda düzəltmədir. Süzül. Bəli, düzəltmədir. Təsriflənən fe'l. Bu təsriflənəndir, bu təsriflənməyəndir. Titrəyib olub titrəşmək təsriflənəndir və düzəltmədir. Bir düzdür. İsimlərdən biri təsirli haldadır. Otağın pəncərəsindən, otağın yiyəlik pəncərəsindən demək təsirlidir. Sarımtıl işıq zolaqları, işığın zolaqları. Burada da təsirli hal yoxdur. Bir də olmaz. Təsriflənməyən fe'lin hər üç növü işlənibdir. Təsriflənməyən fe'llər məstər fe'li, sifət fe'li bağlamadır. Sarpazlaşıb və burada mən məstər də görmürəm. Ona görə 4'ü də götürməyəcəm. Mübtədə söz birləşməsi ilə ifadə olunub. Demək 4'ü də çıxanda cavabımız qalacaq 1 və 5'dir variantı. Müəyyən şəxsli müxtəsər cümlələri müəyyən edin. İmtahanların şəffaflığına söz ola bilməzdi. Nəyə imtahanların şəffaflığına müxtəsər cümlə deyirsə, yalnız baş üzvləri olmalı orada. Yəni, orada ikinci dərəcəli üzv varsa cümlə genişdir. Demək, bir genişdir, ona görə götürmədik. Ananın öyüdünü eşitməyən peşman olar. Nə edir? Peşman olar. Xəbər. Kim? Ananın öyüdünü eşitməyən. Məstər tərkibini mən sintaktik təhlil zamanı biz ayırmırıq və birlikdə bir cümlə üzvü götürürük. Ona görə mübtədə xəbərdən ibarətdir bu cümlə və müəyyən şəxsli cümlədir, mübtədəsi var, müxtəsərdir. Yalnız baş üzv var 2. Telefonun aramsız səslənməsi yatanları oyatdı. Tamamlıq var burada. 3'ü götürmürəm. Vətəni sevməmək mümkün deyil xəbər. Nə? Vətəni sevməmək tərkibli, mübtədə xəbərdən ibarətdir. Babalarımızın müdrik nəsihətləri həyat dərsidir. Həyat dərsi ikinci növdür xəbər. Nə? Babalarımızın müdrik nəsihətləri, bu da üçüncü növdür mübtədə. Mübtədə xəbərdən ibarətdir. Ona görə 5 də düzdür. Demək, mübtədə var, müəyyəndir. İkinci dərəcəli üzv yoxdur, müxtəsərdir. Vətəni sevməmək mümkün deyil. Mübtədə xəbərdən ibarətdir. Müxtəsərdir, müəyyəndir. Həmçinin 2 eyni qayda ilə mübtədə və xəbərdən ibarətdir. Müxtəsərdir. Cavabımız olacaq 2, 4, 5. Bu qədər yoldaşlar.